Hərdən olur, bir günü tanıyıb bunu. Elə sözlər deyir, yox, mən bir günə bu qədər sözlər necə deyir axı? Bir var, belə tanıyır ki, bu nə oldu, bir günə bu qədər söz deyir. Qəlbini əl almaq üçün deyə buna. Onun da aciz yeridir, zəif nöqtəsidir. O təriflənmək hissi var insanlar tərəfindən, zəif nöqtədir. İmam Əli əleyhissalam Malik əşlər deyib, Malik gördün ki, insanlar səni tərifləyir, şeytan bütün gücünü səfərbər eləyib səni yıxmağa müğayət ol. Müğayət ol, ehtiyatlı ol. Allahdan görməyə başla. Artıq eləyirsə, nə o deyil də yaxşı da, o da yox. Sənlə də bəsdir də. Get-gedə insanda öləcək, bu duyğu öləcək, düzü düz görməyəcəksən, Furqan getdi. Səhvi səhv görməyəcəksən, düzü səhv görəcəksən, səhvi düz görəcəksən. Fi qulubihim mərəz ayəsini deyirəm. Bəzilərinin qəlbi xəstələndi. Müalicə eləmədilər, nə oldu? Fəzadəhumullah mərəza. Xəstəlik artdı, şiddətləndi. Sonra nə oldu? Və ləhum əzabun əlim. Onları şiddətli əzab gözləyir. Niyə bu günlərə qaldı? Bimə kənu yəksibun. Addım gəldilər, bu günlərə düşdülər. Axı, nə baş verdi? Və izə qilə ləhum lə tufsidu fil ərdi. Onlara deyəndə, yer üzündə fəsad törətməyin. Qalu innəma nəhnu muslihun. Bizə deyirsiniz, fəsad törətməyin. Biz islahat eləyirik, biz yaxşı iş görürük, biz abad eləyirik. Özdə abad eləyən yalnız bizik. Nəhnu, bizik. Bizdən başqası yoxdur ki. Yaxşı elə bir dənə bizik. Bizdən başqa yaxşı var bəyəm. Əla innəhum humul mufsidun. Agah olun. Onlar fəsad törədənlərdir. Və lakin la yəşurun. Da şuur gedib. Haqqı batıdan ayıra bilmirlər.